Üçüncü, Qur'anın təhrifdən qorunması. Yəni Quran-Kərim bir növ saxtalaşdırılmasın deyə, azalmasın, çoxalmasın, hərfindən, nöqtəsindən, vergülündən, nəyindən, hər nəyindən azalmasın, çoxalmasın deyə hissədir. Çünki məsələn, demişəm sizə, məsələn, sənin qarşında nə bilim, bir çamadan pul olanda, oradan kimsə pulun birini oğrasa, hiss olunmayacaq. Çoxdur axı, düzdür. Amma sənin də 4-5 pul olsa, sənin zihnin onun şəklini çəkir gözün vasitəsilə. Burada 5 pul vardı. Aha, biri yoxdur. 4 dəqiqəli. Hanı biri? Onun üçündür ki, müəyyən qüvvələr Qur'anı dəyişilməsinlər, azaltmasınlar, çoxaltmasınlar. Məsələn, inşallah biz onu oxuyacağıq. Quran nə cür yazıldı? Və nə cür toplandı Quran-Kərim? Böyük bəhsdir o. Çünki Quran-Kərimin Peyğəmbər dövründə cəm olub və ya olmayıb barəsində nəzərlər çoxdur. Bəzi elə, bəzi belə qəbul edilir. Və məsələn üçün deyək, məsələn bir misal vururam da, 5-6 dənə taxta parçası, heyvan dərisi, nə bilim sümüyün üzərinə yazılır Quran-Kərimin nədir bu ayələri. Məsələn belə şey yazılır, yazılır belə şeylərə. Taxta, nə bilim, çubuq, sümük, dəri yazılırdı. Bunlar çoxlanda bu məsələn bir oğurlamaq asan olurdu. Çox da axı görünmür. Bir təhrif olardı deyə Allah məsləhət görür ki, hissə olsun. Allah belə məsləhət görüb bizə. Ki, hikmətsiz deyil bu. Bu çoxu olanda taxtalar, nə bilim, dərilər, sümüklər hamısında Quran yazılıb, onu oğurlamaqla asan olacaq. Oğurlayarlar, azalar. Və ya götürərlər, orada müəyyən bir hərfi dəyişərlər. Vəssalam, Quran təhrif oldu. Əzbərlənməsi. Həm də bu nəyə xeyr edir? Hissə sonunda hafizlər onu zihnən alırdılar. Sabah oğurlansa belə hafiz var da bunu qoruyacaq. Mümkün hafiz olmasın, bəs necə? Biz inşallah oxuyacağıq. Döyüş oldu, adı Yəmamə. Orada nə qədər hafiz öldü. Yəni arxan olmayaq ki, əşqo oğurlansın. O zaman burada hafizlər var. Onlar bizə deyərlər, yazarıq. Hafiz var, bu gün sabah yox. Onda bəs necə? Arxan olmalı? Olmaz. O üçün deyir, Allah da məsələ görür ki, asan formada təhrifdən qorunsun deyə, qarşı alınsın deyə, deməli, həm əzbərlənməsi üçün, həm qiraətin dediyimiz kimi oxunması, həm öyrədilməsi, öyrənməsi, həm də təhrifdən qorunması üçün Allah məsələ görüb ki, bizə hikmətsiz deyil təbii ki bu, gəlsin hissə. 4. Mən bu deyim daha bitirəcəm, çünki o mövzu uzundur. Mən o danışsam, çox gedəcək açığı, 10 dəqiqə mən çatdırmayacağım. Qısa deyərəm, qutarar, amma istənən də belə yola verək, istəyəm dərindən anlayaq dərsimizi. Mən bu inşallah deyim, qutarıram. 4. Yəni 4 nədir? Niyə hissə-hissədir, surə, ayə? Hətta ən kiçik surənin oxşarını gətirilməkdə bəşərin acizliyi. Bu adı təhəddi. İnşallah oxuyacaq bunu. Bu da Quran-Kərim bir növ ecazıdır. Nədir? Ecaz, möcüzəvi xüsusiyyəti. Quran meydan oxuyur. Bir surə, bir Quran, nəlim 10 surə, bir hətta kəlmə. 4 formadadır Quranda. Kəlmə, surə, 10 surə, bütöv Quran. Gətirin, əgər Quran-Kərimin qədəsini qəbul etmirsinizsə, deməsə Quran elədir, belədir, eybi yox. Gətirsən də bunundan da yaxşısın və ya bu formada deyən kitab. O da nə? Təhəddi, meydan oxunmaqlı. Mübariz tələb eləməklik. Quran surələri bir-birindən fərqlidir ayələri. Biri 5 ayə, biri 100 ayə, biri 50 ayə, biri 3 ayə. Həm mövzular fərqlidir, həm surə adları fərqlidir, həm də ayənin sayı fərqlidir. Kim şəkpə yanaşırsa, deyir, yaxşı da, gətirin neylinsiz, gətirin ayə. Kim etirazı varsa, gətirin ayə. Məsələn, gəlib surə, İxlas surəsi. Hələ başlasan demirik. Deyərsiniz ki, məsələn, bütöv Qurandır, biz bunu gətirək, bunun mislində kitab, bizə vaxt lazımdır. Mən bu demirəm. Bütöv Quran gəlsin əvvəldən. Gəlib 4 dənə ayə. İxlas surəsindən. Gətirin eyni bununsunu. Hələ siz gətirə bilməsiniz bir dənə ayə, gətirəsiniz bir dənə Quran, mümkün deyil. Əgər bacarırsınızsa, siz də onun
Gətirin hər hansı bir surəsi kimi surə. Surələrin kiçikliyi, böyüklüyü olması və həcmlə müxtəlifliyi isə bu həqiqətə işarə edir ki, surənin kiçikliyi və ya böyüklüyü ilahi kəlamın möcüzələr üçün şərt deyil. Surə kiçik olsa belə yenə də əzəmət və möcüzəlini göstərir. Yəni Quran-Kərim hələ bütöv bu özü tək möcüzə deyil, ayəsi də möcüzədir. Yəni bütöv olsun, sonra olsun möcüzə deyir, yox. Qul huvallahu əhəd Quranın bir hissəsidir bu, bəli. Bir ayəsidir. O ayə özü də möcüzədir. Qalmış ki, Quran özü də möcüzə olmasın. Quranın möcüzədir, içərisindəki kiçik bir ayələrimizdə. Bu qədər. Allah elimizi artıq eləsin. Allah imanımızı kamil eləsin. Allah yolunu gözlədiyimiz 12-ci mamın gəlişini tezləşdirsin. Amin. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil faracahum.